dəfə bir pasiyentim deyir ki, doktor, mən əsəbi insan deyiləm. Amma bəzən elə olur ki, özümü tanımıram. Hipoglikemiya əsəb yaradırmı? Bugün bu haqda danışmaq istəyirəm. Bir dəfə bir pasiyentim deyir ki, doktor, mən əsəbi insan deyiləm. Amma bəzən elə olur ki, özümü tanımıram. Maraqlısı odur ki, bu pasiyentimizdə bunun əsas səbəbi onun xarakter dəyişilməsi deyil, şəkər düşməsi idi. Hipoglikemiya zamanı beyin təhlükə siqnalı verir. Niyə? Çünki beynin əsas yanacağı qlukozadır. Şəkər düşəndə beyin ilk olaraq narahatlıq yaratmağa başlayır və sonra əsəbilik, aqressiya, panika hissi, bəzən isə niyə belə oldum sualı. Bu xarakter deyil, kimyəvi cavabdır. Ən təhlükəli hissə isə budur ki, bəzən insan bunu heç hiss etmir. Sadəcə özünü narahat hiss edir, gözləri bulanır. Amma səbəbi qandakı şəkərə bağlı olur. Zamanla isə artıq bu vəziyyət təkrarlanarsa, artıq çəki, diabet və ona bağlı fəsadlarla üzləşir. Hipoglikemiya tez-tez təkrarlanırsa, bu kəskin ürək-damar xəstəlikləri riski də deməkdir. Yəni real vəziyyət odur ki, pis xasiyyət deyə düşündüyüm şey əslində bizim beynimizin bizi qorunmağa çalışmasıdır. Əgər yeməkdən sonra əsəbləşiriksə, beynin sənə yanacaq çatmır siqnalını göndərir. Müalicə isə özümüzü günahlandırmaq deyil, sakitləşdirici preparatları qəbul etməzdən öncə bir qan təhlillərinizə baxmaqda və endokrinoloqa yaxınlaşmaqda fayda vardır. Məqsəd isə şəkəri və digər biokimyəvi göstəriciləri stabil saxlayaraq orqanizminizə rahatlıq yaşatmaqdır. Özünüzə yaxşı baxın, hər zaman huzurlu, pozitiv və rahat olun.